Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Sinari yayımlarının 4-cü siniflər üçün yarpaq test vəsaitindən izahlarımız davam edir. Mövzumuz 46-cı testdə bərabər kəsirlərdir. Kəsir mövzusu haqqında 3-cü sinifdən məlumatınız var. Kəsirin nə olduğu, nəyi bildirdiyi, kəsirin elementləri haqqında, yəni kəsir xətti, onun aşağısında yazılan məxrəci sürəti haqqında biraz qısaca məlumat verəcəm. Və bərabər kəsirlər hansı kəsirlərdir, onlar haqqında bir qədər məlumat verdikdən sonra tapşırıqlara keçərik. Gəlin birinci deyək ki, kəsir nədir? Kəsir tamdan kiçik olan hissədir. Yəni, ədədin tamdan kiçik olan hissəsinə kəsir deyilir. Məsələn, bir işi tamamını görməmişsən, müəyyən bir hissəsini görmüşsən, işin hansı hissəsi, yəni nə qədəri görülüb, bunu göstərmək üçün o zaman idi kəsirdən istifadə etmiş oluruq. Kəsiri kəsir xətti ilə göstərir ki, kəsir xətti bölmək deməkdir. Yəni ki, neçə hissəyə böləriksə, kəsir xəttini bölmə əməli kimi götürə bilərik. Çünki gələcəkdə zaten kəsir xətti bölmə əməlini göstərmiş olacaq. Bunu bilərsiniz. Bu tamı böldük. Neçə bərabər hissəyə böldük? Onu isə kəsir xəttin aşağısında yazırıq. Məsələn, deyək ki, bir işi 5 bərabər hissəyə bölmüşük və bu 5 hissədən neçəsini görmüşük? Deyək ki, ikisini görmüşük. O zaman 5 bərabər hissəyə bölündüyünü, yəni neçə bərabər hissəyə böldüyümüzü kəsir xəttinin aşağısında yazır ki, bu onun məxrəcidir. Ondan neçəsi görülüb, yəni və yaxud da ki, neçəsi qalıb da fərqi yoxdur, eyni şeydir. Neçəsi görülüb, işin hansı hissəsi görülüb, hansı hissəsi, yəni neçə dənəsi görülüb, 2 dənəsidir ki, görürük. Onda kəsir xəttinin yuxarısında yazırıq ki, bu da onun sürəti adlanmış olur. Deməli, kəsir xəttinin məxrəci tamın neçə bərabər hissəyə bölündüyünü, sürəti isə ondan neçəsinin istifadə edildiyini göstərir. Bəs bərabər kəsirlər nə? Hansılardır? Hansı kəsirlər bərabər kəsirdir? Kəsirin sürət və məxrəcini eyni bir ədədə vursaq və ya bölsək, ona bərabər kəsir almış olarıq. Məsələn, elə götürək ki, bu 5-də 2 kəsirdir. Mən bərabər kəsir necə ala bilərəm? Hansı kəsirlər buna bərabərdir? 5-də 2 kəsirin sürət və məxrəcini götürüb 2-yə vururam. 2-ni 2-yə vururam, eləyir 4. 5-i də 2-yə vururam, eləyir 10. Deməli, 10-da 4. Və yaxud da ki, buna bir dənə də bərabər kəsir alması deyim. 5-də 2-ni bu dəfə neçəyə vurmuş oluram? 3-ə vururam. 2-ni 3-ə vuranda 6, 5-i də 3-ə vuranda 15. Deməli, bu 3 kəsirin 3-ü də bir-birinə bərabərdir. Kəsirin sürət və məxrəcini eyni bir ədədə bölüb digər bir kəsir alırıqsa, bu kəsirin ixtisarı deməkdir. Məsələn, burada bir kəsir yazaq 24-də 18. 24-də 18 kəsirinin sürət və məxrəci neçəyə bölünür? Hansı ədədə? Yəni, onların ortaq bölənini tapırıq ki, 18 də 24-də müəllim deyirik ki, 2-yə bölünür. 18-i 2-yə böldükdə neçə edir? 9 etmiş olur. 24-ü 2-yə böləndə 12 etmiş olur. Deməli, biz bu kəsirin sürət və məxrəcini eyni bir ədədə bölüb digər bir ədədə alırıqsa, bu kəsirin ixtisarı deməkdir. İxtisar deyəndə artıq biz nə edirik? Deyəsə, kəsiri ixtisar edin, o zaman sürət və məxrəcini eyni bir ədədə bölməliyik. Bir dəfə də baxırıq ki, bu 12 ilə 9 bu dəfə 3-ə də bölünür. 3-ə də böldükdə, məsələn, 9-u 3-ə bölmüş olsaq 3, 12-ni də bölsək 4 alınır. Bundan sonra artıq 3 ilə 4-ün birdən başqa ortaq böləni yoxdur. Bu artıq ixtisar olunmayan kəsirdir. Məsələn, bizə desələr ki, 24-də 18 kəsirini ixtisar olunmayan kəsirə gətirin, o zaman biz o qədər onu ixtisar edərik ki, ta ki, məsələn, 4-də 3 alınmış olsun. Əgər bacarırıqsa, birbaşa da ixtisar apar. Məsələn, bilsəydik ki, 24-də 18 bunlar ikisi də 6-ya bölünürlər. 18-i bölərdim 6-ya. 3, 24-də böləndə 4 etmiş olardı. Bu şəkildə, yəni, ixtisar etmək, bərabər kəsirlər haqqında məlumat verdim. Keçirik tapşırıqlara. Önəmli mövzular bundan sonra daha ciddi olacaq. Diqqətlə bizi izləməyə davam edin. Bəyənin, kanala abunə olun, dəstək olun. Bunların hər birinə görə də sizə təşəkkürümüzü bildiririk. Keçirik tapşırıqlara. Tapşırıq 1-də yazır ki, verilən təsvirə uyğun kəsir hansıdır? Ən gözəli belə olardı ki, rəylənmiş hissəyə uyğun kəsir hansıdır? Bu daha gözəl olardı. Çünki burada rəyli və rəylənməmiş hissə var. Çox güman ki, bizdən rəyli hissəni istəyir. Baxırıq ki, çevrə tam olaraq dairə neçə bərabər hissəyə bölünüb? 8 bərabər hissəyə bölünüb. Deməli, bunun neçə bərabər hissəyə bölündüyünü məxrəcdə yazırıq və bunun məxrəci 8 olacaq. Sürətində isə neçəsinin rəyləndiyini yazarıq. Neçəsi rəylənib, 3-ü rəylənib, bu da 8-ə 100. Doğru cavabımız B variantında verilmişdir.
2-yə baxırıq. Aşağıdakı fiqurlardan hansında rənglənmiş hissə 8-də 3 hissəsini kəsirin 8-də 3 kəsirini ifadə etmir. Hansında deyir ki, etmir. Baxırıq ki, birincisinə baxırıq. Deməli, 8 bərabər hissəyə bölünüb. Rənglənmiş hissə 3 dənəsidir. Bu 8-də 3-üdür. Burası 8-də 3 olmuş oldu. Burada da 8 bərabər hissəyə bölünüb. Bunda 8-də 3-ü rənglənib. Bura baxırıq. 1, 2, 3, 4, 5, 6, 7. Burada 7 hissəyə bölünüb. 7-dən bir də baxaq. 1, 2, 3, 4, 5, 6, 7. 4 dənə 7. 7-də 3-ü. Deməli, C variantı doğru cavabdır. Burada baxsaq, burada 8 hissədir. 8-də 3-üdür. Buraya heç baxmamışdım. Bəziləriniz düşünərsiniz ki, əlbət mən daha öncədən burada yazılanlarla tanışam. Xeyr, ilk dəfə sizlərlə bərabər bu tapşırıqları yerinə yetirmiş oluram. 3-ə baxırıq. Yazır ki, aşağıdakı düzbucaqları necə rəngləsə yuxarıdakı düzbucaqlarla eyni olar. Deməli, çəhrayı rəngə baxırıq. Ümumilikdə neçə hissəyə bölünüb? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 hissəyə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 hissə. Bu 9-undan neçəsi çəhrayı rəngdədir? 9-dan 4-dür. Burası oldu neçə? 9-da 4. Hər biri 9-da 1-dir əslində. Hər bir hissə 9-dan 1 hissəsini göstərmiş olur. Və bunları bir yerdə yazsaq, olacaq neçə? 9-da 4 olmuş olacaq. Burada 4 yazaq. Daha sonra göy rəngə baxmış oluruq ki, göy rəng bu 9 hissədən neçəsini göstərir? 2 hissəsini göstərir. Burada 2 yazmış olaq. Yaşılı da 9 hissədən 3-ünü göstərmiş olur. Burada 3 yazaq. Bir də yəni bunların hər biri 9-da 1-ə bərabərdir zaten. Deməli, məxrəci 9 olanlara baxırıq. Digərlər bizim üçün önəmlidir. İkisi də B variantı və D variantında var. 9-da 4, 9-da 1 gəlir. Xeyr, bu da getdi. A zaten C ilə deyildi. Yerdə qalacaq 9-da 4, 9-da 2, 9-da 3. Doğru cavab D variantı olmuş oldu. Növbəti 4-cü suala baxırıq. Verilən kəsiri ixtisar etsək, hansı kəsir alınacaq? Deməli, biz dedik ki, kəsiri ixtisar etmək, sürət və məxrəcini eyni bir ədədə bölmək deməkdir. 25-də 15 kəsirini ixtisar etmək istəyirəm. Hansı ədədə? Bunların həm 15-in, həm də 25-in ortaq bölündüyü ədəd hansıdır? Biz baxırıq ki, bunlar hər ikisi 5-ə bölünür. Hər ikisini 5-ə bölmüş olsaq, 15-i 5-ə bölsək 3, 25-i də bölsək 5. 5-də 3 almış olacaq ki, doğru cavab da B variantında verilmişdir. 5-ə baxırıq. Yazır, aşağıdakı kəsirlərdən hansı verilmiş şəkillərdən heç birində rənglənmiş hissəni ifadə etməz? 3-də 2. Baxırıq ki, burada 9 bərabər hissəyə bölünüb və bu 9-undan neçəsi olmuş olub? 9-undan 5-i rənglənmişsən. 9-da 5 yazmış olaq. Daha sonra burada 6 hissəyə bölünüb. 6-da 3-üdür. Burada 6-da 3-də yaza bilərik bunun üçün. Bunun sürət və məxrəcini 3-ə bölsək, bu da eləyəcək neçə? 2-də 1 etmiş olacaq. 2-də 1 kimi də götürə bilərik. 6-da 3 kimi də. Nəysə. Bura baxırıq ki, 3-də 2-si etmiş olur. Bu da 3-də 2-sidir. İndi baxaq görək ki, 9-da 5 var. Var. Deməli, bu deyil. Cavabımız bu deyil. Hansı etməz onu bizdən istəyir. Daha sonra 6-da 3 var. Var. Deməli, bu da deyil. 3-də 2 var. A variantında var. 3-də 1 D variantı yoxdur. Yəni, rəngli hissəyə görə deyir. Bax, bir daha. Rənglənmiş hissəni ifadə etməz. 3-də 1 rənglənməmiş hissəni ifadə edən var ki, bu da bizə rənglənmişini soruşur. Ona görə doğru cavabımız D variantı. 6-ya baxırıq, 6-da yazır ki, 4-də 1 kəsirinə bərabər olan kəsir hansıdır? 4-də 1 kəsirinə 4-də 2-yə baxırıq ki, bunun sürət və məxrəcini eyni bir ədədə bölsək, alınacaq 2-də 1 alınmış olacaq. Burada 2-də 1 alınır. 8-də 1 zaten 8-də 1-dir. Bunu mümkün deyil. Yəni 2-yə vura bilərik ki, burada 4 alınmaz. 8-də 2. 8-də 2-nin sürət və məxrəcini eyni bir ədədə, yəni 2-yə bölə bilərik ki, 2-yə bölsək, burada 1 qalacaq, 8-də 2-yə bölsək 4 alınır. 4-də 1 bizə lazımdır. Buradakı 4-də 1 aldıq. Demək, doğru cavab C variantı. 7-yə baxırıq. Yazır, verilən kəsirlərdən neçəsi ixtisar olunmayan kəsirdir. Verilən kəsirlərdən neçəsi ixtisar olunmayan kəsirdir.
8 ilə 7, yəni ardıcıl ədədlərdən ibarətdirsə, bunlar ixtisar olunmayandır. 8-ə 7, 1. 12-də 6 ixtisar, hər ikisi, yəni cüt ədədlərdən ibarətsə bu ixtisar olunacaq 100%-dir. Ona görə də üzərində qalmırıq. 30-da 29. Görürsən, ardıcıl ədədlərdir. Bunlar ixtisar olunmayandır. 6-da 9 cüt ədəddir, ixtisar olunandır. 16-da 8 ixtisar olunandır. 15-də 3 ardıcıl tək ədədlər də ixtisar olunmayandır. Bax, ardıcıl tək ədəd 13 15 ilə. Məsələn, 11 13 ilə, 15 17 ilə, 21 23 ilə, 25 27 ilə fərq etməz. Yəni ki, ardıcıldırsa bunlar olmayacaq. Bu da olmadı. Və 20-də 5 bunların sürət və məxrəci hər ikisi 5-ə bölünəndir. Bölünmə əlamətlərindən biri ki, hər ikisi 5-ə bölünür. Deməli, bu da ixtisar olunar. İxtisar olunmayan neçə kəsir var? 3 var. Doğru cavab B variantında. 8-ə baxırıq. Yazı qanuna uyğunluğu davam etsək, növbəti kəsir neçə olacaq? Deməli, 48-də 32. Bunların sürət və məxrəcini 2-yə bölüblər, 24-də 16. Sonra da yenə də 2-yə bölüblər, 12-də 8. Yenə baxırıq ki, yenə də 2-yə bölünmüş olur. 2-yə bölünmüş olsaq, demək 8-i 2-yə bölsək 4, 12-də 6. 6-da 4 alınmış olacaq ki, doğru cavabımız B variantında verilib. 9-a baxırıq. Burada da uyğunluğu müəyyən edin deyir. 10-da 5. 10-da 5 yəni yarısı deməkdir. 10-da 5 sürət və məxrəcini 5-ə bölmüş olsaq 2-də 1 etmiş olur ki, deməli bu gəldi bura. 12-də 9 sürət və məxrəcini 3-ə bölmüş olsaq bu eləyəcək 4-də 3 etmiş olacaq. Bu da gəldi elə yanındakına. Bu da digər də bura gəlmiş olacaq ki, doğru cavab harda var? Görürük ki, A variantında var. Ona baxırıq ya ki, hansı kəsirlər bərabərdir. Hansı kəsirlər bərabərdir? 18-də 14, baxırıq 24-də 3, 32-də 10, 32-də 4 və 27-də 15. Hansıların bərabər olduğunu bilmək üçün hansılar ixtisar olunmuş olur? Baxırıq 18-də 14-də hər birini neçə ixtisar apara bilərik? 2 ixtisar apara bilərik. Neçə qalır? Tamamını ixtisar apardıqdan sonra bərabər olduğunu tapmış olarıq. 18-dən 14 hər ikisi 2-yə bölünmüş olur ki, burada 7 qalmış olur, burada 9. 9-da 7. Burada baxırıq. Hər ikisi 3-ə bölünmüş olur. Bunu 3-ə bölsək 1, bunu da bölsək 8-də 1. Daha sonra hər ikisi 32 ilə 4, hər ikisi 4-ə bölünmüş olur. 32 bölsək 8, burada da neçə olacaq? 1 olmuş olacaq. 8-də 1, burada da 8-də 1 alınıb. Zaten burada baxsaq, bunların da hər ikisi 3-ə bölünmüş olur. 15-i 3-ə bölsək 5, 27-də bölsək 9-da 5. Hansı ikisidir? 3 ilə 2, 3 ilə 2 olan B variantında verilib. Deməli, bir daha nəzərinizə çatdırım ki, kəsirlərin bir-birinə bərabər olub olmadığını bilmək üçün onları ixtisar olunmayan kəsirə qədər ixtisar etmək lazımdır. Məsələn, biz 32-də 4 kəsirini ixtisar olunmayan kəsirə qədər. Əslində, biz bunu bir dəfədə 2-yə bölə bilərdik. Yenə 2-yə bölə bilərdik. Yəni, 32-də 32-də 4-ü, məsələn, bir dəfə 2-yə bölmüş olsaq, eləyəcək 16-da 2. Bir dəfə də 2-yə bölmüş olsaq, eləyəcək neçə 8-də. Mən birbaşa belə deyək ki, ixtisar elədim. Hər ikisi 4-ə bölünür deyə, yəni tapdım. Əgər bunu tapmaq çətinsə, bir yavaş-yavaş, yəni 2-yə bölünür, tamam, yenə də 2-yə bölünür, bu cür davam etmiş oluruq. Ta ki sonda da, yəni ixtisar olmayan kəsirə gətirdikdən sonra hansı kəsirlərin bir-birinə bərabər olduğunu tapmış olduq. 11-ə baxırıq, yazır ki, hansı kəsiri ixtisar etdikdə 6-da 5 kəsiri alınır. 6-da 5 ixtisar olunmayan kəsirdir. Yəni bunlar ardıcıl ədədlərdirlər. Yəni sürət və məxrəci, qarşılıqlı sadə ədədlər haqqında məlumatınız hələ ki yoxdur, onları öyrənərsiniz. Bunlar ardıcıl ədəd olur, bunlar birdən başqa ortaq böləni yoxdur. 30 ilə 20, hər ikisi neçəyə bölünmüş olur? Hər ikisi 5-ə bölünmüş olur. 20-ni bölsək, burada 4 qalır, 5-ə yox, bax, 10-a. 5-ə də bölünür, 10-a da bölünür. 10-a bölmüş olsaq, burada 2 qalmış olacaq, burada da 3 qalmış olacaq, 3-də 2. Burada yazaq da 3-də 2, o qədər qaraltdım onu. 18-də 15. Burada nə edirik? Hər ikisini 3-ə bölə bilirik. 3-ə bölmüş olsaq, burada 5, burada da 6 qalmış olacaq. Bizə də 6-da 5 lazım idi, B variantı. Növbəti 12-yə baxırıq. Yəni ki, boş xanaya hansı rəqəm yazılmalıdır? Boş xanaya, yəni hansı ədədə bölmüşük? 5 almışıq, 20-ni. Əlbəttə ki, 4-ə bölmüşük. 36-nı da 4-ə böləndə, deməli, boş xanaya 4 yazılmalıdır, B variantı. Sürət və məxrəcini eyni bir ədədə bölüb ona bərabər kəsir almış oluruq. Yəni, ixtisar etməkdir, bölmək. 13-ə baxırıq. A-nın yerinə hansı ədəd yazsaq kəsirlər bərabər olar? Burada baxırıq ki,
36 6 alınıb. Neçəyə bölüblər? 6-ya bölüblər. Yəni ki 6-nı 6-ya vursaq 36. 4-ü də onda nə edirik? 6-ya vurmuş oluruq. O zaman neçə olacaq? 24 etmiş olur. Doğru cavab B variantında var. Demək A-nın yerinə 24 yazılsa bərabər olar kəsirlər. Növbəti 14-cü suala baxırıq. 42-də 28 kəsirini ixtisar olunmayan kəsirə çevirmək üçün sürət və məxrəci hansı ədədə bölmək lazımdır? Ən böyük ortaq bölən. Yəni ondan böyük yoxdur. 42 ilə 28 neçəyə bölünürlər? Baxırıq ki, hər ikisi 2-yə bölünür. Tamam, bölünürlər. Hər ikisi daha sonra 7-yə bölünürlər. Əla. Daha sonra hər ikisi 14-ə də bölünür. Çünki 2-yə həm 2, eyni zamanda 2-yə də 7-yə də bölünürlər, 14-ə də bölünürlər. Bölündüklərinə görə də 14-ə bölmüş olsaq, deməli burada qalacaq 2 qalmış olur, burada da qalır 3 qalır. Demək 3-də 2 kəsiri alınmış olur ki, nə deyir? Hə, bizə deyir ki, sürət və məxrəcini hansı ədədə bölsək, 14-ə bölsək. 14-də doğru cavab da D variantı. 15-də nə yazır? Yazır ki, hansı kəsirlər bərabər deyil? Deməli, hansılar bərabər deyil? 16-da 8. Bunu ixtisar etmiş olsaq, eləyəcək. Hər ikisi 8-ə bölünmüş olur. Burada 1, burada da 2 qalmış olacaq. Burada da 10-da 5, bunu da hər ikisini 5-ə bölmüş olsaq, burada 1, burada 2 qalmış olacaq. Hər ikisi 6-ya bölmüş olsaq, burada 1, burada da 4 qalmış olacaq. Bunlar da hər ikisini 9-a bölə bilərik ki, burada da 1, burada da 2 qalmış olacaq. Hansı kəsirlər bərabər deyil? Deməli, burada 3 ilə olan lazımdır bizə. Çünki digərləri bərabər olmuş olacaq. 2 ilə 3 C variantı. Deyərik ki, burada 3 dənəsi bərabərdir. Məsələn, 1 ilə 4 variantını seçə bilməz. Çünki 1 ilə 4 bərabərdir. 2 ilə 4 bərabərdir. 1 ilə 2 bərabərdir. Hansılar bərabərdir? Hansı variantda olanlar? 2 ilə 3 bərabər deyil. Demək, həmin variantı seçmiş oluruq. 16-da yazır ki, 7-də 4 kəsiri hansı ədəd oxunda təsvir olunmuşdur? Hansı ki, 7 hissəyə bölünməlidir. Bunlara baxırıq. 1, 2, 3, 4, 5, 6, 7. 7 hissəyə bölünüb və bu 7 hissədən 4 olmalıdır. 1, 2, 3, 4. Deməli, bura 7-də 4 etmiş olacaq. Hansı olunmuşdur yazır. Bəli, olunmamışdı olsaydı, deməli, doğru cavabımız elə A variantı olacaq. Digərlərinə baxmağa ehtiyac yoxdur. Bu qədər. Növbəti video izahda görüşmək ümidi ilə hələlik sağ olun.